Bugün çox maraqlı bir video çəkirik. Afi müəllim. Merhabalar. Salamlar. Deməli rayon vlogumuzdur. Dedik ki, uzun zaman sonra şəhərin səs-küyündən gedək uzağa bir istirahət eləyək. Afi hara gedirik Afi? Sonra səndə getmək istəyirik. Biz indi Kamal Biz müəllimi nəsə gözləyirik. aslında yaxşı istirahət etmək istəyirik. Həmin üçün gəl. Gəldi. Dəngəsini qatmaq. Afinin qapısını açın ha. Kamal müəllim. Gətirdi, gətirdi. Nələr gətirdi. Afi müəllim. Həyat çəkmir. Demək çox cüzi bir hazırlıqla gedirik. Aça bilmirsən Afi? Əlinin ayağı. Quş olsun, kiçik bir zaksuska eləyir. Çıxırıq yola. Quş olsun Afi müəllim. Baxa. Haçapırla qalğan olmuş versiya. Maşında sən zəng gördüm. Ay içim. Kiçik bir yemək. Ay gözdən. Yola çıxırıq, axır ki. Abrat, bu nətər gelir? Deyə oturdu ki. Nuru təşvik etdi. Afiyə bax. Davet isimli gökdelen tepesine bebeğimden ben. A few moments later. Geldik mekana, hadi bakalım Yasin. Kervan, gecede kervan. 1 hour later. Axır ki 3 saat yarımlıq yol bitdi. Kamaldakı IQ-dən istəyirəm. Açar qoyur maşının içinə, elə bağlayır qapı. Bunu bir sənə tırçəmək olunur bura. Lüka açırsan, arxadan uzursan mənzərə. Onda getdik də. Teknolojiya, teknolojiya. Dostlar, Göyçaya gəlmişik, rayonlar arası gəzirik. Bu da çimmək istəyirəm, nə məsləhət? Abi şəkil çəkmir video. Yox, yox. Mənzərə vlogu. Sürtə arxaya saldı bunu. Saat artıq 5-ə qalıb. Nə yeyəcəyik Kamal müəllim? Bizdə bura kəndavoydu ama. Böyründə salaq marasat. Afi müəllim. Hoş geldiniz. Hayvanlara iyi davranalım. Allah tuttuğunu altın etsin ha. Vallahi senin gibi ha dünyada yoktur ha. Səpki olur amma Adam ekranı sıfır, ekran ışığına koy. Video çək. Allah'ın cimbisi. Arkadaşlar, Görmür orada ne var. muhabbetiniz var. Mənzərə time və mənzərəni pozan o şəxs. Benim bir felsefem var. Bakınız, ekinler baş vermeden kör buzağı toparlamaz arkadaşlar. Gəlmişik Göyçaya, stadiona. Dedi görə nə göstərir. Bu günümüz də yaxşı keçdi məncə. Bir neçə aktivitelər edə bildik. Rayon Rayonun turumuz hələ davam eləməkdədir. Yeni başlamışıq. sabahınız xeyir dostlar. Bugün rayon vlogumuzun ikinci günüdür. Yolumuz Şəmkirədir. Getdik. Maşında oturarkən hər zaman kəmərinizi taxın. Beyler, valizleri toplayın, tatile çıkıyoruz. Çakal. Akto, bugün biraz hızlı yapalım. Yaşıyorum yarınlar yok mu?
yokmuşçasına. Yeni günü veriyorum hep başkasına. Hoşuna mı gidiyorum ısrarcasına? Zoruna mı gidiyor bu hayatın gerçeği? Hoş gördük, hoş gördük. Afina, Bravo Time. İstifadə eləmişəm. Dişim sən eləyir. Qamçılıyır da ha. Super keyfiyyəti var. Sağ ol. Çox balacadır, 6 manat eləyir. Amma prosta qadağan olmuş reklam oldu da səndə. Yəni düzdür, ödənişsiz reklamdır, amma çox keyfiyyətlidir. Afi, hansı xoşlayırsan Afi? Bundan mən qrup yoldaşlarımızın bir dərsini almaq istəyirəm. Aha. Mustafa Salih qəlibli üçün çox uyğundur. Daimi istifadə edir. Mən hər dəfə onun qonaqçılığında alıram, çox sevinir. Mustafa, duy bunu, Mustafa. Mustafa sənin üçün gəlsin, alır. Gəldi Afinin, getmə. Afinin ən sevdiyi bölüm. En sevdiğim. Harika. Ha, Afi, Şəxsi gölünə səbləşdən. nəyi görənə? Dəftər gələn. Niyə? Oxuyan uşaq. Afi, qabları nə yuyursan? Təbii ki, acı. Hijyen Qab sağlar. yumaq üçün, bu pəncərəsini mən üçün. Yağları çözür ya. Ətir mağazasına girib 5 ətir yoxlayıb heç birini almamaq. Bax o neyirsən, onu qızlar istifadə edir. Sən aldın bana. Gətirdi, gətirdi, nələr gətirdi. Namussuz Kamal müəllim. Əhbər. Hə? Yavər usta mod o. Bıraxdır və özdə. Bəli dostlar. Şəmkir turumuza davam edirik. Making sure that you know why, because this is forever. And there will be no surrender. Təbiətin qoyunu necə dafi? Gəldik, artıq mekandayız. Yes. Günaydın. Dünən video çəkmədik. Niyə? Çünki yol yorğunları video çəkməz. Hə, Afi. Şöyle bir şekil yapalım. Sabahınız xeyir. Görək Kamal müəllim nə edir? Hə, Kamal müəllim, nə edirsiniz? Çay hazırdır. 5 dəqiqə vaxtım. Sana nah gelir baklava. Afi müəllim, Şəmkir haqqında görüşləriniz nələrdir? Çox qəşəng külək var. Yayın olmazsa olmazlar. Canavarlar. Şəmkir turumuz davam edir dostlar. İzləmədə qalın. Necə keçir uşaqlar? Hələ ki gedir. Yaxşı. Görək nə göstərir. Gəlmişik. Afiyetən sağ limon salayım mı? Həri. Afi əlini nə keçir yeyir. Daşdan yumşaq nə var ötürür adam. Gəldik yenə məkandayıq. Ziyanlı şeylər yeməyin. Burada nə qədər kilo var? 16. Maksimum 16. Maksimum. Mən deyirəm 20 manatdan burada alış-veriş var. Eğer afiyetən bu 20 manatdan az çıxsa, sən deyən, əgər mən deyən istəsə İvan yumurtası verəcək. Qazanan Kamal müəllim. Əlbəttə ki, axşam 21 manat. İlan yumurtası. Yumurtanı seviyor. Nə sonunda olan şeylər? Afi yadında olsun zibil atacaqsın. Ona məzgər. Afi müəllim, hansı nailiyyətləriniz var? Mənim? 3 dənə kəsrim var. Nə yapıyorsun? Salam dostlar, rayon turu vlogumuz davam edir. Bugünkü mövzumuz Bugün çox maraqlı bir challenge-la qarşınızdayıq. Ən qorxulu 10 videonu izləyəcəyik. Demək, challenge-ımız nədən ibarətdir? Ən çox qorxan çiğ yumurtanı içəcək. Hazırıq? hazır. Hazır. Getdik, başladırıq. Arxaya durun. Afi yaxın gəl, yaxın gəl Afi. Onu hiss eləməlisən. Hı.
bu keyfiyyətlidir. Sorry, honey. Sorry. You want to try scare me? Okay, try. Tabii korkulu. Bunu dedin. Ne gibi bir şey? Oha bu diyorsun. Çok korktum bir anda. Противопехотная мина. Прыгающая мина. Когда вражеский солдат на нее наступает, что, по-твоему, происходит? Взрыв? Нет, ничего не происходит. Но когда враг поднимет ногу, мина... Bunu izləməyən qalmayıb da 100%. Düzdür. Ən köhnə videodur. Bu köhnə telefonlarda çox olurdu. Yuxumuza girəcək, onda Bax. Fokuslanırıq. Bu da çox köhnə videodur. Bəli dostlar, gördüyünüz kimi sıfır emosiya ilə bizdə qorxu Nə soyanmalı. fikirləriniz nədir? bir çöplük qorxu yox idi. Mən Yəqin ki bu istəyirəm. bizim hissiyatımızla əlaqədar olan bir şeydir. Bəlkə də başqaları üçün. Amma neçə film izlədik, heç biri yəni qorxulu gəlmir. Əgər sizin qorxulu film önəriləriniz varsa bizə zəhmət olmasa bildirin. Biz onları izləyə görək. Aşağıda şərhlərdə yazmağı unutmayın. Bəli. Bugünkü aktivitemiz Samlar qaynatmaq olacaq. bəli artıq rayonda vloqumuz 4-cü gündür. Afin müəllim hanı desəniz, Həmişə kimi yerində yatır. İstəyəndə ümumiyyətlə işləyəndə yatmağa. Afi yatır. Amma yəni inanmıram soruşasınız ki, Afi hanı? Ona görə boş verin, getdik samavarı qaynatmağa. Biz elə belə çay içmirik. Biz samlar çay içirik. Bizdə kəndavoy. Gələk indi çay hazır olana qədər söhbətlər eləyək. Murat, səncə kəndlə şəhər arasındakı fərqlər hansılardır? Mən belə fikirləşirəm ki, uşaq olanda o qədər fərqinə varmamışdım, amma böyüdükcə başa düşürəm ki, kənd havasından böyük fərq var şəhər arasında. Amma bunu indiyə kimi hiss eləməmişdim. Hamı deyirdi, amma inanmırdım ona ki, fərqi var ki onun. Universiteti də bitirdik artıq. 4-cü kursda bitir. Vaxt çox tez keçdi. Heç fərqinə varmadan. Ona görə hər keçdiyimiz zamanın qədrini bilmək lazımdır. Gözləyəcəm axşamda səhər olar. Afi müəllim, yoxdan durmusunuz. Necə yatdınız? Belə. Oğlum dünyanın en güzel şeyi uyku lan. Hə? Sözü olmayan bir ədəd afiyətdir. Samlar qalırıq, gör birdən durub gəlmir. Elə bir məqnod iş gördü ya. Asandır Afi. 2 nəfərlik işdir, yəni 3 nəfərlik deyil. 1 nəfərlik işdir. Özünə verdiyi təsəlli. Elimde sigaram, yanımda çakmam. Vlogumuzun artıq 5-ci gündəyik. Afi müəllim, niyə həyatı sorğuluyorsunuz?
Getdi. Camal müəllim, nə rahat maşın sürürsünüz. Maşın sürməyi hardan öyrənmisiniz? Hardan öyrənmişəm? Yavaş yavaş at ikiye. İkiye at. Karabka dağıldı ikiye. Ay eşeği de öyle bu maşın. Bura nə deyirlər? Burası selo deyirlər. Bura xəndək deyil. Buradan sel keçir, hava yağıntı olanda. Futbol oynamaq yeridir. Voleybol. Sahədə taqqada. Güləşmək yeridir o ərazi. Hə. Camal müəllim, siz nə düşünürsünüz? Mən uzun müddət gəlmirəm. Şimdi adına baxaq. Afi, gördüyün hər şeydə yersən ha, Afi. Başdan yumuşaq nə var, iyidir var. Bir toxa var, qoy toxa yenəni. Emmi vurma deyirəm. Deyirəm vurma. Poz ver. Bura bax. Afi, video de. Bugün rayon turumuzun artıq son günü. Afi bir gəzməyə gəlsən, dur gəl. Afi, oturmağa gəl be. Yatmağa gəl, gəl. Bugün gəlmişik Şəmkirlə tanınmış restoranı olan Qəsr restoranına. Kus bura. Düzəlmə. Bir geli, bir gidi. Bir geli, bir gidi. Bir her şey düzelecek diyorum. Hop, yine gidiyor. Mən adam deyiləm, mən insan deyiləm. Uşaqlar necə idi yemək? Süper. Əlbəttə ki, gözəl olmalıdır. Çünki biz buradayız. Dur lan, dur. Hoş geldiniz. Öyle şey düşünmüyorum. Eğer videomuzun sonuna geldik. Videonu beğenmeyi unutmayın. Növbəti videolarda görüşənədək.